Gəlin Britaniyalı jurnalist Nizar Kinsellanın Qarabağ-Chelsea oyunu öncəsi təhlilinə qısaca nəzər salaq. Baxın, Yahoo Sports'tan Kinsella bir sual ortaya atır. Büdcə fərqi bu qədər böyük olduğu halda necə olur ki, Qarabağ Premier Liqa nəhəngi üçün, yəni Chelsea üçün bu Avropa oyununda real təhlükə sayıla bilər. Birincisi, unutmaq lazım deyil ki, bu 8 il əvvəl gördüyümüz Qarabağ deyil, heç də. Komanda xeyli təcrübə yığıb, təzyiq altında oynamağı yaxşı öyrənib, üstəlik Qurban Qurbanovun rəhbərliyi ilə əldə etdikləri o inanılmaz sabitlik var ha. Bu da göstərir ki, həmişə pul həll edici olmur. İkincisi, oyun tərzləri var, çox diqqət çəkəndir. Bilirsiniz, Qarabağ intizamlı komandadır, rəqibə erkən təzyiq göstərirlər, Şaquli, yəni dikinə hücumlarla da təəccübləndirə bilirlər, Leandro Andrada kimi sürətli qol vuranları, Abdella Zubir kimi dinamik cinah oyuncusu, sonra Kevin Medina, qapçı Mateusz Kuchalski kimi etibarlı müdafiəçiləri var. Bütün bunlar göstərir ki, transferləri də ağıllı aparıblar. Və nəhayət üçüncüsü, düzdür, Chelsea kağız üzərində favorit görünür, amma reallıqda Bakıya o uzun səfər, saat fərqi, heyətdə ola biləcək dəyişikliklər, yəni rotasiya, bunlar hamısı maneədir. Əgər London klubu deyək ki, tam fokuslanmasa, Qarabağ bu boşluqlardan istifadə edib onlara əsl baş ağrısı yarada bilər. Heç şübhəsiz. Yəni qısacası Chelsea favorit ola bilər, amma Qarabağın o yetkinliyi, nizam intizamı və cəsarətli futbolu bu oyunu gözlənildiyindən qat-qat çətinləşdirəcək.